Qısaca onu deyim ki, qutusu premium hissi verir. Yəni keyfiyyətli planşet olduğu buradan bilinir. Baxın, burada aşırı olaraq qeyd olunub. Bu aşırını burada gördünüzsə, bilin ki 60 FPS mənasına gəlir. Gördüyünüz kimi rahat bir şəkildə oynaya bilərsiniz. Yəni 60 FPS-i PUBG-də HDR ayarlarda rahat bir şəkildə oynaya bilərsiniz. Bəli, sürətli şəkildə planşetin alış qiyməti haqqında məlumat verim və bundan sonra keçək qutu açılışına. Deməli, Azərbaycanda alış qiyməti 500-600 manat arasıdır. İstənilən texnologiya saytından rahat bir şəkildə ala bilərsiniz. Gəlin indi keçək planşetimizin qutu açılışına. Bəli, gördüyünüz kimi planşet buradadır. Tam şəkildə bu formada gəlir. Qutusunu tam aydın şəkildə göstərim. Baxın, gördüyünüz kimi brendin adı falan burada yazılıb. Pocoped olaraq qeyd olunub. Burada da bəzi funksiyaları falan var. Arxası da elə bu formadadır. Qısaca onu deyim ki, qutusu premium hissi verir. Yəni keyfiyyətli planşet olduğu buradan bilinir. Gəlin elə sürətli bir şəkildə bunu açaq. Biraz açılışı çətindir. Sadə bir şəkildə qutunu yuxarı tərəfə dartırsınız və görəcəksiniz ki, yavaş-yavaş açılır. Gördüyünüz kimi bizim də burada açıldı. Yəni vakuumlu formadadır. Çəkir daxilə və rahat bir şəkildə aça bilərsiniz. Gördüyünüz kimi yenə burada Pocoped yazısı bizi qarşıladı və burada sürətli şəkildə funksiyaları haqqında məlumat verim. Özləri bizlər üçün rahat bir şəkildə yazıblar bura. Gördüyünüz kimi ekran haqqında məlumat qeyd olunub burada. 12.1 inç ekran diaqonalına malikdir. 120 Hz olaraq qeyd olunub və 2.5K displey, yəni ekran niti, yəni ekran parlaqlığı olaraq keçir 2.5K displey olaraq bunu buraya qeyd ediblər. Daha sonra ikinci sırada prosesor haqqında məlumat qeyd olunub. Snapdragon 7S Gen 2 olaraq qeyd olunub, yəni mobil platform olaraq qeyd olunub. Daha sonra üçüncü sırada isə batarya haqqında məlumat verilib. 10.000 mAh bataryası mövcuddur. Bunu onsuz internet saytlarında rahat bir şəkildə araşdıra bilərsiniz. Mən yenə burada deyirəm. Baxın, burada da qeyd olunduğu kimi bizim adapterimiz haqqında məlumat verilib. Yəni 33 vatlıq adapterə malikdir. Qutu açılışında indi bunu göstərəcəm mən sizə. Və burada əməliyyat sistemi, sistem interfeysini deyir. Powered by HyperOS olaraq qeyd olunub və üçüncü sırada isə burada bizim dinamiklərimiz var. 4 dənə Dolby Atmos sisteminə malik olan dinamiklərimiz var. Bunu indi ətraflı şəkildə göstərəcəm. Gəlin elə bunu rahat bir şəkildə buradan açaq. Gördüyünüz kimi bu formada edirəm. Biraz ehtiyatlı edin ki, əlinizdən düşüb falan olmaz. Bəli, Poco planşetimiz hal-hazırda əlimizdədir. Gəlin bunu sizlərlə birlikdə başladaq. Baxın, buradan Power düyməsini klik edirəm və rahat bir şəkildə mənim üçün qoşulur. Baxın, gördüyünüz kimi Poco Powered by Android olaraq qeyd olunub. Gəlin bu qoşulana qədər biz burada digər qutu məhsullarına baxaq. Gördüyünüz kimi qutu dizaynı bu formadadır və burada bu formada bir qapaq var. Bunu qaldıracaqsınız. Altında sizi az öncə qeyd etdiyim 33 vatlıq adapter korpusu qarşılayacaq. Sadə bir şeydir. Yəni burasında özünüz də görürsüz ki, tip A girişi bizi qarşılayır. Yəni sürətli enerji dəstəklədikdə burasının narıncı olduğundan bilinir. Rahat bir şəkildə Avropa standartlarına uyğundur. Yəni rahat bir şəkildə öz elektrik yuvanıza taxıb istifadə edə bilərsiniz. Bunun yanında korpusa qoşmaq üçün bizim Type-C tərəfli və digər tərəfi isə tip A olan adapterimizin kabeli də burada bizi qarşılayır. Mən indi bunu qutuya qoymamışdım. Çünki bunu 2 aydır ki, mən istifadə edirəm. Qəfil ağlıma gəldi ki, bunun videosunu çəkim. Bunu bu formada kənara qoydum. Gəlin bunun digər tərəfini açaq və görək burada nə var. Baxın, gördüyünüz kimi buranı da açdığımızda bunu istifadə etmək üçün istifadə qaydalarına uyğun olan kitabçalar var. Bunları onsuz istifadə etmirik, amma yenə də açıb baxmanızı tövsiyə edirəm. Bəlkə hər hansı bir məlumat işinizə yaraya bilər. Nəysə, yəni bunlar da bu formadadır. Digər tərəflərində heç bir şey yoxdur. Yəni burada özünüz də görürsünüz ki, tabletin, yəni SD kart yerini aktiv etmək üçün iynə mövcud olur. Mən onu istifadə eləmişəm deyə hal-hazırda qutuda yoxdur. Yəni qutu məzmunu bu formadadır. Özünüz inşallah aldığınızda ətraflı şəkildə baxarsınız. Bəli, tabletin yoxlanışına keçməzdən əvvəl qısa bir açıqlama edim ki, kanalımızda bunun kimi faydalı, maraqlı, sizin işinizə yarayacaq videolar var. Əgər bizə dəstək olmaq istəyirsinizsə, aşağıdan kanalımıza abunə olub, videolarımıza like atıb bizlərə dəstək ola bilərsiniz. Bunun kimi faydalı, maraqlı videolarımız var. Az öncə qeyd etdiyim kimi daxil olub baxa bilərsiniz. Gəlin indi keçək tabletin yoxlanışına. Bəli, gördüyünüz kimi planşetimiz buradadır. Rahat bir şəkildə indi bunu açaq, qurulumunu falan etməliyik. Düzdür, mən bunu əvvəldən az öncə qeyd etdiyim kimi istifadə etmişəm deyə quruluma falan ehtiyac yoxdur. Buradan parolumuzu yazıb davam edirik. Sadə bir qurulumu var onsuz. Adi Android planşeti və yaxud da telefonu qurulumunda olduğu kimi rahat bir şəkildə qurulum edə bilərik. Buradan da özünüz gördüyünüz kimi PUBG falan yüklənib buna. PUBG falan oynayıb bunu sizlərlə birlikdə test edəcəyik. Test etməzdən əvvəl gəlin biz burada ayarlarımıza daxil olaq və burada bizi nələrin qarşıladığını göstərək. Yəni sürətli olaraq mən burada bizə əsas məlumatları verəcəm. Buradan baxın, telefon haqqında bölümünə keçid etdim. Baxın, özünüz də gördüyünüz kimi HyperOS olaraq bizi qarşılayır. Bəli, mən bu tableti 8 RAM 256 yaddaşa malik olanını almışam. Siz digər seçimlərə də diqqət edərək alarsınız. Yəni videonun əvvəlində mən sizə qiymət dedim.
O qiymət burada yaddaşa və RAM-a görə dəyişilir. Yəni saytda seçim edərkən özünüz rahat bir şəkildə baxıb ala bilərsiniz. Burada da digər məlumatlarımız qeyd olunur. Baxın, gördüyünüz kimi burada prosessor və RAM, yaddaş haqqında ətraflı şəkildə məlumat verilmişdir. Bunu da sürətli şəkildə göstərdim ki, 6 GB RAM-a, 8 GB RAM-a malik olan növləri var. Onu özünüz seçim edib ala bilərsiniz. Wi-Fi özəlliyi isə standart olaraq 802.1 standartına malikdir. Bunu onsuz deməyə ehtiyac yoxdur. Az öncə qeyd etdiyim kimi saytdan özünüz aktiv edib oxuya bilərsiniz. Ayarlarda göstərə biləcəyim başqa bir funksiya qalmadı. Gəlin indi keçək, biz bu tableti test edək. Bəli, gördüyünüz kimi burada biz PUBG-yə daxil olduq. İndi isə burada mən sizə PUBG-də olan ayarlarımızı göstərim. Baxın, gördüyünüz kimi ayarlara daxil oluram. Əsas burada qrafikləri göstərmək istəyirəm mən sizə. Baxın, burada aşırı olaraq qeyd olunub. Bu aşırını burada gördünüzsə, bilin ki 60 FPS mənasına gəlir. Bəli, buradan HDR bölümünə keçid etdiyimizdə görək fərq edəcək yoxsa. Baxın, uygula bölümünə keçid etdim. Xeyr, gördüyünüz kimi aşırı olaraq qalmışdır. Yəni 60 FPS-i PUBG-də HDR ayarlarda rahat bir şəkildə oynaya bilərsiniz. Bu da az öncə qeyd etdiyim kimi Snapdragon prosessorunun güclü və sürətli olduğunu bildirir. Uygula deyib rahat bir şəkildə oynaya bilərsiniz. Gəlin elə biz də buradan uygula deyək və sizlərlə bir yerdə rahat bir şəkildə PUBG-də ambar qoşacağam mən. Ambar oynayaq və görək keyfiyyəti düşür, düşmür. Hətta belə nəzərinizdə saxlayın. Baxın, burada özünüz də görürsünüz. Ekran qeydi başlatmışam. Başlat düyməsinə klik edib və başlayırıq. Bəli, gördüyünüz kimi PUBG-də oynayış bu formadadır. Rahat bir şəkildə oynaya bilərsiniz siz bunu. Heç bir donma, ilişmə, isinmə kimi və yaxud da digər PUBG-də olan problemlər kimi problemlər yoxdur. Baxın, gördüyünüz kimi rahat bir şəkildə oynaya bilərsiniz. Mənim fikrimcə bunu PUBG üçün alacaqsınızsa almağa dəyər. Bəli, gördüyünüz kimi məni də öldürdülər. Yəni rahat bir şəkildə özünüz yoxlanış edə bilərsiniz. Saytdan falan almazdan əvvəldə yaxşı bir şəkildə araşdırın. Əgər istəyirsinizsə, bu tablet mənim əlimdədir. Sizin üçün ətraflı və geniş bir icmal çəkə bilərəm. Yəni burada bu videoda göstərmədiyim yoxlanışları orada sizlər üçün edərəm inşallah. Bəli, PUBG testindən sonra indi isə gəlin biz ekran keyfiyyətinə baxaq. Gördüyünüz kimi burada rənglərin falan doğruluğuna baxdığınızda keyfiyyətin yaxşı olduğunu görürsüz. Bu oyunlarda və yaxud da digər dərs falan işlərində sizin çox işinizə yarayacaqdır. Rahat bir şəkildə ekran da keyfiyyətli olduğunu buradan deyə bilərəm. Hətta belə baxın, burada YouTube-da biz keyfiyyət bölümünü açdığımızda özünüz də görürsüz ki, bütün keyfiyyət dəstəkləri tabletin, yəni planşetin özünə görə əsas ayarlar burada var. Yəni bunu özünüz alıb istifadə etdiyinizdə keyfiyyəti özünüz görəcəksiniz. Burada mən sizə ekranda göstərdiyimdə o qədər keyfiyyətli olmur. Keyfiyyət burada düşür. Yəni mən bunu tam şəkildə qaranti verə bilərəm ki, ekran keyfiyyəti və digər oyunlarda falan hansı üsullarda istəsəz keyfiyyəti çox yaxşıdır. Daha sonra əlavə olaraq da mən burada sizə deyə bilərəm ki, bu planşetə əlavə klaviatura və mouse qoşub kompüter kimi istifadə edə bilərsiniz. Yəni daşınabilir kompüter olaraq mənim fikrimcə planşet eynən notebook kimi bir şey olacaq sizin üçün. Yəni bunu da araşdırarkən internetdə özünüz də görəcəksiniz. Hətta belə istəsəz bunun üçündə bir icmal çəkə bilərəm. Bəli, videonun əvvəlində mən burada sizə göstərdim ki, bu planşetimizin bizim 4 dənə dinamiki var. Baxın, burada özünüz də rahat bir şəkildə, aydın şəkildə görünür. 2 dinamik sağ tərəfdə, 2 dinamik isə sol tərəfdədir. Yəni bu PUBG oynayanlar üçün səs kasmaqda və yaxud da digər işlərdə sizin çox işinizə yarayacaqdır. Mənim fikrimcə bu yalnız PUBG-də deyil, digər üstünlükləri də var. Əlavə olaraq da onu deyim ki, səsi də 4 dinamikə görə çox yüksək çıxır. Yəni bunu da sizlərlə birlikdə yoxlayaq. Keyfiyyəti və səs yüksəkliyi də çox yaxşıdır. Yəni bu videomuzda mən hər üstünlükləri göstərmək istəyirəm ki, bilin ki, aldığınız məhsul necədir və alarkən aldıqdan sonra peşman olmayasınız. Əlavə olaraq da son yoxlanış olaraq da mən sizə kənar görünüşünü göstərim. Ekranı falan haqqında ətraflı məlumat verdim. Yenə az öncə qeyd etdiyim kimi ətraflı məlumat alarsınız. Burada da gördüyünüz kimi bir ədəd böyük həcmə malik bir kamera var. Onun da altında isə işığımız var. Yəni adi LED işıqdır. Bütün telefonlarda, planşetlərdə olduğu kimidir və bu tərəfdə yuxarı planşetin yuxarı hissəsində bir ədəd bizim səs artırma və səs azaltma düyməmiz var və onun yanında isə kiçik bir nöqtə. Bu nöqtə isə mikrofonu bildirir. Yəni danışıb falan etmək istəsəz, tableti bu formada tutduğunuzda səsinizi üstündən götürür. Bu da səsin keyfiyyətli olacağını bildirir. Yəni altdan götürdüyündə özünüz bilirsiniz ki, tableti bu formada tutduğumuza görə səs keyfiyyəti aşağı olduğunda zəifləyir. Ona görə də üst hissədə olması yaxşıdır. Və bu tərəfə keçdiyimizdə az öncə göstərdiyim kimi dinamiklərimiz var və burada jak girişimiz var. Yəni najuniklər və yaxud da digər musiqi üçün istifadə etmək üçün yaxşıdır və burada Type-C girişimiz var. Yəni Type-C girişlə az öncə mən məlumat verdim ki, sizə buradan enerji doldurulur və bu tərəf boşdur. Tamamilə planşetimizin aşağı tərəfi bomboşdur, heç bir şey yoxdur və sol tərəfində isə yenə burada 2 ədəd dinamik və 1 ədəd power düyməsi, yəni güc düyməsi var. Buradan rahat bir şəkildə qoşub istifadə
istifadə edə bilərsiniz. Sizə göstərəcəyim əsas məlumatlar bunlar idi. Əlavə olaraq da onu qeyd edim ki, bizim planşetimizin bu hissəsinə Dolby Atmos və Dolby Vision olaraq qeyd olunmuşdur. Yəni bunları da videomuzun əvvəlində mən qeyd etdim ki, Dolby Atmos səs keyfiyyətinin yaxşı olması üçün, Dolby Vision isə ekran keyfiyyətinin yaxşı olması üçün burada qeyd olunub. Yəni o texnologiyalardan, o standartlardan istifadə olunmuşdur. Qısaca da məlumat verim ki, az öncə qeyd etdiyimiz kimi istəsəz bunun haqqında geniş, ətraflı bir icmal çəkə bilərəm. Burada əsas məlumatlar verdim. Yəni rahat bir şəkildə məlumat almaq istəyirsə, mən sizin üçün geniş video çəkə bilərəm. Videomuz bu qədər idi. İnşallah bu videomuz sizin üçün faydalı olmuşdur. Bunun kimi videolarımız kanalımızda var. Daxil olub baxa bilərsiniz. Çalışdığım qədər bunun kimi icmal videolarını çəkəcəm. Yəni başqa məhsulları da sizlər üçün bu formada araşdırıb və onların videosunu çəkəcəm. Bizlərə dəstək olmaq istəyirsinizsə, az öncə qeyd etdiyimiz kimi aşağıdan kanalımıza abunə olub videomuza like ata bilərsiniz. Gələcək videolarımızda görüşərik. Sağ olun, salamat qalın.